gəlin belə qoyaq bir. Batırdıq. Anəmə batırdıq. Bu telefonun üstündən maşın da keçəndə heç nə olmurmuş. Gəlin real yoxlayaq. Bu maşın, bu da telefon. Salam, mən Nurlan, hamınızı salamlayıram. Bugünkü qonağım Honor'dan X9D 5G smartfonudur. Görəsən bu telefona odda yanmaz, suda batmaz demək olarmı? Gəlin ilk əvvəl smartfonu qutudan çıxardaq. Ondan sonra qərar verərik, demək olar yoxsa yox. Amma siz smartfona əlinizdə baxmaq istəsəniz, İrşad Electronics'in mağazalarına yollana bilərsiniz. Çünki bu telefonu mənə İrşad Electronics təqdim edibdir. Gəlin qutunu açaq. Qutunu açanda smartfon təbii ki bizi qarşılayır. Bunu çıxardaq paketindən. Artıq üstünə gördük ki bir çox xüsusiyyətlər, sevindirici hallar var burada. Telefon çox premium görünür də, yəni həqiqətən çox premium görünür. Özünüz real şəraitdə telefona baxsınız, bunun şahidi olacaqsınız. Smartfonu qoyuram bir kənara hələ ki. Və burada nə var? Bir dənə plastik кейsi var. Plastik keys yaxşı keysdir. Əl vuranda hiss olunur ki, o qədər də necə deyim, isti vuranda əriyən keyslərdən deyil. Bunu da qoyaq bir kənara. Bir iynə də qoyublar bizim üçün, sağ olsunlar, bir sim yuvası üçün. USB kabel. Bu simlilər ümid edirəm inşallah gələcəkdə USB kabelin hər iki tərəfini Type-C eləyərlər. Burada da yenə bir tərəfi USB, bir tərəfi Type-C-dir. Bunu da belə karovkasına yığıb qoyuruq bir kənara. Və əsas məsələ, telefonun üzərində 66 vatlıq bir şarj adapteri gəlir. Honor Super şarj adapter başlığı. Əslində bu bir sürprizə bağlıdır. Onu sonra deyəcəm sizə. Telefonda möhtəşəm yeniliklər var. Gəlin karabkanı qoyaq kənara. Və keçək telefona. Bir dənə səsə baxın, səsə baxın. Hay, ləzzət. Sən də git bura, bala. Qarşınızda Honor X9D. Honor X9D 2025-ci ilin sentyabr ayının axırları təqdim edildi. Orta büdcəli smartfon daha çox dözümlü korpusu ilə tanınır. Təbii ki, yaxşı xüsusiyyətləri ilə də əsas telefona dözümlülük abidəsi deyirlər. Gəlin telefonu açaq, videoda sizi yormamaq üçün çox vaxt getməsin deyə mən ilkin qurulum prosesini keçirəm. Və telefon açıldı. Həqiqətən deyirəm, heç gözləmirdim belə parlaq ekran. Hələ mən burada işığın altında oturmuşam və telefona rahat şəkildə baxa bilirəm. Jurnal kilidi lazım deyil, ay qardaş, mənə jurnal kilidi zat. Telefon menyusu bu şəkildədir, gəlin göstərim. Doğrudan da çox keyfiyyətli görünür, doğrudan da bu qədər gözləmirdim. Çox əla görünür, yəni. Nə proqramlar var burada, populyar proqramlar. ChatGPT var artıq telefon üzərində, WhatsApp var, Shein Shopping var. Maraqlı tətbiqlər var telefonda. Yenə deyirəm, İrşad Electronics mağazalarında telefonla yaxından tanış olsaq, özünüz şahid olacaqsınız ki, ekran nə qədər keyfiyyətli görünür. Hələ bunun dözümlülük testləri falan da var. Telefona 6.79 düymlük 120 Hz tezlikdə 6000 nitə qədər parlaqlığı olan 1.5K OLED bir displey quraşdırılıb. Displey sıxlığı 427 ppi olduğu üçün ekran rəngləri daha dolğun, daha detallı və iti görünür və ekran çərçivəsi cəmi 1.13 mm-dir. Demək olar ki, çərçivəsizdir. Telefon kilidini açmaq üçün də barmaq izi sensorunu ilə həmin bu ekran altına yerləşdiriblər. Telefon özü də cəmi 7.8 mm incəlikdədir. 193 qram da ağırlığındadır. Ön tərəfi möhkəmləndirilmiş şüşədir, arxa tərəfi isə burada e-mail kodlar yazılıb. Tuturan plastikdir, amma dediyim kimi telefon premium təsir bağışladığı üçün dizaynda çox premium görünür. Dinamiklərdən biri yuxarı, biri isə aşağı yerləşdirilibdir. Burada Type-C portu görürsünüz, burada da bir sim kart yuvası var. Mən bu sim kart yuvasını açmaq istəyirəm. Baxım görüm bu sim kart yuvasında 2 sim kartdır, yoxsa sadəcə bir sim kart, bir də kartdır. Yəni bunu iynəsini görək, çıxarda bilsək buradan. Aha, çıxartdıq. Mən bu sim kart yuvasını açmaq istəyirəm. Buradan açılır. Ekran çərçivəsi çox premium görünür. Uşaqlar həqiqətən çox maraqlı görünür. Aha, deməli nədir? Hə, burada bir simdir. Burada 2 simdir. Artıq belə çıxır ki, onda micro SD kart dəstəyi burada olmayacaq. Çünki mən burada onun
yerini görmürəm. Yəqin ki, artıq Honor da micro SD sim kart dəstəyini yığışdırıb birbaşa telefonun öz yaddaşını elə qoyur hazır. Telefonun öz yaddaşı isə məndə olan versiya 8 GB RAM, 256 GB daxili yaddaşla təchiz olunub bu telefon. Prosesor tərəfi də qiymətinə görə gözəl seçim ola bilər, çünki 4 nanometrli arxitekturada 4-cü nəsil Snapdragon 6 prosesor ilə təchiz olunub. Qrafik kart tərəfindən isə Adreno 810 qrafik çipi var telefonda. Dəhşət güclü qrafikada, yəni Ultra HD-də gecikmə və ya donma verə bilər. Lakin orta və ya orta yuxarı qrafikada çox rahatlıqla oyunların öhdəsindən gələcək. Bunu ən azından Snapdragon-da baxdığım testlərə əsasən deyirəm. İstehsalçı deyir ki, telefon 2,5 metrə qədər hündürlükdən düşsə salamat qalacaq. Və elə həmin istehsalçı da deyir ki, yenə də bu telefon ağır sənaye üçün deyil. Yəni sadəcə yolda gedəndə cibinizdən düşsə, şəkil çəkəndə əlinizdən düşsə, telefona heç nə olmayacaq. Hətta sizə deyim ki, testlərdə maşın belə üzərindən keçib bu telefonun. Maşın? Getdik. Bu telefonun üstündən maşın da keçəndə heç nə olmur. Gəlin real yoxlayaq. Bu maşın, bu da telefon. Gördüyünüz kimi yepyeni bir telefondur. Heç bir əziyyətçiliyi, heç nə yoxdur və mən bu təzə telefonu qoyuram bu təkərin altına. Baxın, belə qoyuram. Və telefona heç nə olmadı gördüyünüz kimi. Sağ salamatdır, nə arxasına, nə önünə heç nə olmadı, hətta tızıq belə düşmədi. Tərtəmizdir hər tərəfi. Kameralardan danışmamışıq axı. Studiyamıza qayıtmışkən gəlin kameralardan danışaq. Onlar da yaxşıdır. Ön kamerada şəkil çəkdim. Telefon süni intellektlə şəkil o qədər düzəltdi ki, detallı şəkildə. Açığı məhdəl qaldım. Arxadakı 2 ədəd kamera isə əsas kameralardan biri 108 megapiksel 1,8 diaframda, hətta optik sabitləyici ilə, digəri isə 5 megapiksel ultra geniş kameradır. Onun da diafram dəyəri 2,2-dir. Süni intellektin şəkilləri dəstək verməsi həqiqətən əladır. Hətta telefonun özündən süni intellekt alətləri var ki, çəkilən şəkillərin ölçüsünü böyüdür və lazım olmayan obyektləri oradan silə bilir və s. bir çox xüsusiyyətlər var ki, bunlardan yararlana bilərsiniz. Doğrudan da texnologiyanın inkişafı bəzən həyatımızda önəmli bir rol oynayır. İşimizi xeyli asanlaşdırır deyərdim. Ön tərəfdən kameranı yaddan çıxarmayıblar. 16 megapikselli 2,5 diafram dəyərində geniş bucaqlı ön kamera qoyublar telefona. Şəkillərə sözün həqiqi mənasında məhdəl qaldım. Arxa kamera 4K 30 FPS-də video çəkə bilir. Ön kamera isə Full HD 30 FPS-də video çəkir. İstehsalçı da maşallah olsun IP-ləri düzü beyi muncuq kimi. IP66, 68, 69, 69K sertifikasiyaları var telefonun. Güclü yağış şırnağında 85 dərəcə qaynar suda telefona heç zad olmur. Yəni bildiyiniz dözümlülük abidəsi titulunu, daha doğrusu tituluna layiq olmağa çalışır. Gəlin belə qoyaq bir. Batırdıq. Aləmi batırdıq. İkinci cəlbədən bayaq sürpriz dediyim tərəf isə telefonun 8300 mAh batarya ilə birlikdə gəlməsidir. İstehsalçı deyir ki, 3 gün şarja taxmayacaqsınız. 66 watt gücündə şarj başlığı isə telefonunuzu çox sürətli şəkildə doldurmağa kömək edəcək. Açığı barədə internetdə bir mənbə tapa bilmədim, özümün də yoxlamağa bir imkanım olmalı ki, baxım 0-dan 100-ə neçə dəqiqəyə, neçə saata yığır. Amma bundan əvvəlki X9C versiyası səhv etmirəmsə 0-dan 80%-ə təxmini 40 dəqiqələrə falan yığırdı. Bu da yəni yaxşı bir şeydir. Yəni düşünəndə ki, bir telefonu, bir smartfonu, bu qədər xüsusiyyətli bir smartfonu 3 gün rahat istifadə edəcəm, bu gözəl xüsusiyyətdir həqiqətən. Hətta telefonda naqilli şəkildə reverse şarj, yəni əksinə şarj da var ki, 7,5 watt dəyərində güclə siz öz smart gadgetlərinizi, saatlarınızı, qulaqcıqlarınızı şarj edə bilərsiniz. Yəni telefon bir çox vəziyyətlərdən sizi çıxardacaqdır.
Honor X9D-ni əldə etmək istəsəniz, İrşad Electronics-də hal-hazırda, yəni bu gündən etibarən satışdadır. 7 noyabrdan etibarən. Qiyməti isə 8 GB RAM və 256 GB-lıq daxili yaddaşla olan versiyası 719 manat 99 qəpiyə endirimli qiymətdən təklif olunur. Qiyməti 799 manat 99 qəpi idi. 10% də endirim eləyiblər. Honor X9D-dən bu qədər. Bəlkə gedim özümə də alım. Həqiqi xoşum gəldi. Videonu bəyənməyi və fikirlərinizi bildirməyi unutmayın, çünki fikirləriniz mənim üçün dəyərlidir.